Aprel döyüşlərində Nurlanın bir həmyerlisi də qəhrəmanlar sırasına qoşuldu. Torpaqlarımızın müdafiəsi uğrunda şəhid olan bu igid oğul Firdovsi Əlişoğlu Bağırzadədir. Firdovsi 1996-cı il sentyabrın 1-də Yardımlı rayonunun Bərcan kəndində dünyaya göz açıb. 2000-ci ildə atası Əliş kişi işi ilə əlaqədar ailəvi olaraq Quba rayonunun Barlı kəndinə köçüb. Bir müddətdən sonra ata xəstələndiyi üçün ailə yenidən doğma kəndlərinə qayıdır və Firdovsi həmin kəndin tam orta məktəbində təhsil alır. 2004-cü ildə uzun sürən xəstəlikdən sonra atası vəfat eləyir.